Bugün yine bir yeni proqramla sizin huzurunuza gəlmişik. Proqramımızın qonağı hörmətli tarixçi, alim, professor Cəmil Həsənlidir. Cəmil müəllimə məncə təqdim eləməyə ehtiyac yoxdur. Bizim bugünkü həm aparıcımız da Hatay Universitetinin müəllimi Nəzrin Əlzadədir. İki qonağımızı da salamlayıram. Qonaq deməyək, Nəzrin xanım məndən həm aparıcılıq eləyəcək Cəmil müəllimə. Cəmil müəllim, axşamınız xeyir olsun. Xoş gəlmisiniz. Axşamınız xeyir, Aynur xanım. Axşamınız Nəzrin xanım, siz də xoş gəlmisiniz. Xoş gördük Aynur xanım. Sizin də axşamınız xeyir olsun. Bugün Təşəkkür, buyurun. Bugün istəyirik yenə Güney Azərbaycanla bağlı danışaq. İrandakı son vəziyyət bütün dünyanın gündəmin zəbt eləyib, amma bütün dünyanın gündəmin zəbt eləyib, amma İran Fars baxış açısından nə yazıq ki, biz yenə də Güney Azərbaycana yetərincə diqqət cəlb eləyə bilmirik və bu proseslərdə biz gördük ki, Farsların da bir uzun müddətdə hazırlanmış bir alternativi var. Kürdlərin də, İran kürdlərinin alternativi var, amma Güney Azərbaycandan dünyada ciddi bir alternativ yoxdur və bağlı çox əlimiz zəif qaldı. Öncə, mən düzü deyim ki, başlayanda sualları hazırlayanda fikirləşirəm arxaya doğru gedək, yoxsa arxadan, tarixdən bu günümüzə doğru gələk. Amma məncə ilk öncə andakı hadisələrlə bağlı ki, hadisələrin akabinində Güney Azərbaycanla bağlı bugünkü vəziyyəti necə dəyərləndirə bilər? Təşəkkür eləyirəm. Şübhəsiz ki, son aylar bütün İranda və Güney Azərbaycanda vəziyyət gərgin olaraq qalır və son dərəcə ağır hadisələr baş verdi. Çoxlu insan itkisi ilə nəticələnən hadisələr baş verdi və etirazçılara qarşı güc tətbiq edildi, amansızlıqla rəftar edildi etirazçılarla. Bu təəssüf doğurur və mən hesab eləyirəm ki, hakimiyyət gərək xalqla dialoqdan qaçmırdı, xalqı dinləyirdi, eşidirdi, onların qaldırdığı problemlərdən nələrinsə həll edilməsi mümkün idisə, bunları hakimiyyət etməyə borcluydu. Və məsələnin gətirib güc müstəvisinə çıxartması müəyyən müvəqqəti bir, deyək ki, sakitliyi təmin edə bilər, amma bu dayanaqlı sakitlik ola bilməz və yaxud bunun dayanaqlı olması çətindir. Bu problemlər yığılıb qalıbsa, xüsusilə iqtisadi, sosial vəziyyət ağır olaraq qalırsa, hökumət vəziyyətdən çıxış yolun aramalıdır. Amerikanı qərbi söyməklə iş düzəlmir və avtoritar rejimlərin ən böyük səhvi ondadır ki, onlar yaranan vəziyyətə görə məsuliyyəti öz ölkələrinin içərisində, özlərində deyil, çalışırlar bunu xaricdə axtarsınlar. Nə bilim, filan dövlət belə elədi, filan hökumət bu cür müdaxilə elədi. İlk növbədə deməli bu ölkənin içərisində əgər insanlar hakimiyyətə qarşı belə kütləvi şəkildə çıxış edirlərsə, bunun deməli ölkə içərisində bir səbəbi var. Bu səbəbi axtarmaq lazımdır və bütün bu qarşıdurmalarda həyatını itirən insanların hamısına baş sağlığı vermək lazımdır və İran əlbəttə böhran əvvəlcədən də görünürdü. Bunun bir obyektiv səbəbləri var idi, bir də subyektiv səbəbləri var idi. Obyektiv səbəbi ondan ibarətdir ki, İran uzun müddətli sanksiyalar altında yaşayır və bu sanksiyalar gec-tez belə vəziyyətə gətirib
çıxaracaqdı. Digər mühüm məqam ondan ibarətdir ki, son bir il yarıma qədər İran Amerika və İsraillə öz sərhədlərindən kənarda vuruşurdu. İndi isə İran sıxışdırılıb öz sərhədlərinin içərisinə və öz sərhədlərindən kənarda döyüşmək ona əlavə imkanlar verirdi və bu deməli hərəkət etməkdən ötürü təhlükəni İrandan xeyli kənarda qarşılayırdı və necə deyərlər, deyək ki, İsrailinmi, ya Birləşmiş Ştatlarınmı, ya qeyrisinimi başın İran sərhədlərindən xeyli kənarda qatırdı və son hadisələr, yəni Suriyada baş verən hadisələr, Livanda baş verən hadisələr, Qəzzədə baş verən hadisələr bütövlükdə İran və ona yaxın və yaxud onun nəzarətində olan qüvvələrin gəlib İran sərhədlərinin daxilinə yerləşməsi ilə nəticələndi və qarşıdurma indi İranın öz daxilindən başlanır. Ona görə bu vəziyyət İran üçün çətindir və bu böhranı şərtləndirəcəkdir. Digər mühüm səbəb idarəçilik üsuludur və 21-ci əsrdə ölkələri, xalqları şəriət qaydaları ilə idarə etmək, belə deyək də, nə bugünün, nə də gələcəyin hadisəsi deyil. Bu dünənin hadisəsidir və bu yolu gedənlərin xeyli hissəsi məğlubiyyətə uğrayıbdır. İranın da bu yolda belə bir uğurunun olacağını demək çətindir. Üstəgəl bir çox məsələlərdə ideoloji baxımdan İran Sovet İttifaqının getdiyi yolu getdi. Yəni ideologiyaya lazım olduğundan çox pul xərclədi. Və əminliklə deyim ki, İran ideologiyaya xərclədiyi 10 milyardları ölkənin içərisində öz xalqının rifahına xərcləsəydi, indi İranın daxilində vəziyyət belə acınacaqlı duruma gəlib çıxmamışdı. Bütün bu yaxın və orta şərqdə proksi qüvvələrin saxlanması, nə bilim, Hizbullahın saxlanması, təhlükəsizlik orqanlarının, yəni xarici kəşfiyyatla bağlı orqanların saxlanması, hətta mən deyim ki, Sovet İttifaqının çöküşündən sonra keçmiş Sovet İttifaqının yerində yaranan yeni müsəlman respublikalarında müəyyən tədbirlərin keçirilməsinə ayrılan vəsaitlər, məsələn, Quran dərsləri, müxtəlif dini bayramların qeyd edilməsi, müxtəlif dini müqəddəslərin doğum və ölüm günləri ilə bağlı tədbirlərin keçirilməsi və sair məsələlər, bütün bunlar hamısı vəsait tələb eləyən məsələlər idi. Əlbəttə ki, bu nəticə etibarilə İran xalqının həyatından kəsilən vəsait idi, yaşayışından kəsilən vəsait idi, dolanışığından kəsilən vəsait idi və nəticə etibarilə bu özün göstərməli idi və göstərdi də. Ona görə də bu qalan müddətdə nə baş verəcək, bunu demək biraz çətindir. Mən bir məsələdə biraz fərqli düşünürəm ki, siz əvvəl dediniz, farslar da öz seçimini etdi, kürdlər də öz seçimini etdi. Mənə elə gəlir ki, hələ ki İranda heç kəs, heç bir xalq öz seçimini etməyib və o sadəcə olaraq biraz görüntü xarakteri daşıyan yanlış anlayışlardır və məsələn, əgər söhbət Pəhləvilərin təzədən bərpasından gedirsə, hamı başa düşür ki, bu İrana heç nə verməyəcək. Çünki burada vəziyyətdən çıxış yolu keçmişə qayıtmaq deyil, gələcəyə baxmaqdır.
və İranın nicatı Pəhləvilərin bərpasında deyil. Azad seçimə, xalqın iradəsinə, demokratik dəyərlərə dayanan hansısa bir millətlərin haqqın tanıyan, söhbət burada İran xalqlarından və millətlərindən gedir, onların haqqın tanıyan və etiraf edən bir deyək, dəyişikliyin baş verməsindən ibarətdir. Deməli, Pəhləvilərlə bağlı mövzuya toxundunuz. Yəni xüsusilə xaricdə, yəni bu Avropada, Amerikada, Kanadada Pəhləviləri dəstəkləyən böyük mitinqlər oldu. Bilirsiniz, kilometrlərcə uzanan mitinqlər oldu farslar tərəfindən və orada Güney Azərbaycanlıların da etirazını pis qarşıladı oradakı farslar. Həqiqətən də çox ciddi zorbalıq göstərdilər Azərbaycanlılara qarşı. Mən ümumiyyətlə Pəhləvilərlə bağlı danışmaq istəyirəm ki, məsələn, o ehtimalı dəyərləndirsək, Pəhləvilərin bugün gəlməyi ilə bağlı biz onu, yəni bu məsələni necə qiymətləndirə bilərik? Ümumiyyətlə Pəhləvilərin anti-türk mahiyyəti hardan qaynaqlanır tarix boyu? Bilirsiniz, mən sizə bir şey deyim ki, bu xaricdəki mitinqləri zadı siz qeyd etdiniz. Biz bir şeyə xüsusi diqqət yetirməliyik ki, xaricdə olan İranlıların kifayət qədər böyük bir hissəsi şahçıların sosial bazası. Bəli. Onlar İran İslam Respublikası yarananda və yaxud İran İslam inqilabı baş verəndə kütləvi şəkildə İrandan qaçan, belə deyək də, daha çox imtiyazlı təbəqələrin, zəngin təbəqələrin, indi özləri demək biraz çətindir, varisləri deyək də, belə, onların oğul uşaqlarıdır, onların varisləridir. Ona görə onların şahçı çağırışlarla çıxış etməsinə təbii yanaşmaq lazımdır. Yəni, onlar uzun zaman ərzində, onlar elə şahçı olduqları üçün Amerikadadılar, ya Britaniyadadılar, ya Kanadadadılar. Hərçəndir ki, mən hesab eləmirəm ki, İslam inqilabı devrində ölkədən çıxanların hamısı şahçı olaraq qalıb. Yəni, söhbət onların vərəsələrindən gedir. Çünki istər-istəməz onlar Qərb universitetlərində təhsil aldılar, Qərb məktəblərində oxudular və dünya haqqında təsəvvürləri dəyişdi. Ancaq məhdud bir dairə var ki, onlar əlbəttə şahçı olaraq qaldılar və onlar Pəhləvilərin sosial bazasını təşkil edir. Bilirsən, məsələni Vaşinqtonda, ya Amerikada, ya Kanadada, ya Avropada təşkil edilən mitinqlər, aksiyalar həll etmir. İranın taleyi İran içində həll olunmalıdır. Və həmin deyək, şahçı aksiyalar İranda böhran devrində kütləvi informasiya vasitələrində çox nümayiş etdirildi və belə bir təəssürat yarandı ki, İran xalqı Pəhləvini müdafiə edir. Mənə elə gəlir, bu biraz kütləvi informasiya vasitələrinin şişirtdiyi bir təqdimat idi və o miting və nümayişlərin böyük bir hissəsi şübhəsiz ki, müxtəlif qərb ölkələrində, yaxın şərq ölkələrində baş verən nümayişlər idi ki, o bütövlükdə İran xalqının adından təqdim edilirdi. Mən hesab eləyirəm ki, İranın daxilində Pəhləvilərin sosial bazası elə də geniş deyil. O, istər İranda yaşayan qeyri-fars xalqlara münasibətdə belədir və hətta mən belə hesab eləyirəm ki, heç farsların özlərinin də İran daxilində ciddi bir sosial bazası yoxdur. Birincisi, bunlar ölkədən qaçmış
və hətta belə deyək də qovulmuş bir sülalədir, səltənətdir. İkinci, bütün hallarda İranın daxilində təbliğat öz işini görüb və 79-cu il inqilabından sonra mütəmadi olaraq İran təbliğat mənbələri Pəhləvilərə qarşı kifayət qədər uzun müddətli təbliğat aparıb və onun mahiyyətini göstərib. Burada əlbəttə Azərbaycanlıların özəl bir münasibəti var. O özəl münasibət də onunla bağlıdır. Yəni deyək ki, farslarla müqayisədə türklərin, ya kürdlərin, ya bəlucların, ya ərəblərin aslılığı 2 qatdır və bəlkə daha da çoxdur. Çünki bu məsələyə həm də milli məsələlərlə bağlı, milli ehtiyaclarla bağlı məsələləri əlavə etmək lazımdır və Pəhləvilərin Azərbaycan bilirsiniz ki, vaxtilə İranın uzun müddət paytaxtı olmuş, İranın ən böyük əyalətidir və ən çox saylı deməli İranda xalqdır və uzun zaman deməli Pəhləvilərin zülmü altında yaşayıb və 45-46-cı illərin hadisələri insanların, yəni Güney Azərbaycanda yaşayan insanların uzun zaman içində yaşatdığı kədərli bir mənzərə olaraq qalırdı və bəlkə də onlar səsini çıxarda bilmirdilər. Amma o faciəni onlar yaşamışdılar. O faciəni kimsə çoxlu insan itkisi baş vermişdi. Yaxın adamların, övladlarını itirmişdilər. Sürgünlər olmuşdu. Bütün bunlar əhalinin ictimai fikrinə, milli taleyinə yazılmış qara bir hadisə kimi yadda qalırdı. Ona görə də bu Güney Azərbaycan türklərinin son hadisələrdə, əgər diqqət etsəniz, Pəhləvi rejiminin bərpası gündəliyə atılandan sonra Güney Azərbaycan türkləri biraz məsafə saxlamağa üstünlük verdilər. Bu da mən hesab eləyirəm ki, Pəhləvilərin İranda yenidən hakimiyyətə gəlmək şansı yoxdur. Və bunlar sadəcə olaraq hayküydür. Bir aldadıcı bir mənzərə var və bu sadəcə artıq İranın Pəhləvilərə ehtiyacı yoxdur. Yəni bu baxımdan onların gələcəyi, hansısa bir siyasət yürüdəcəyi və s. O qədər də inandırıcı deyil. Bu ingilislərin bir sözü var, reasonable. Hər şeyin ağlabatan bir izahı olmalıdır. Və görürsünüz, hətta Trump kimi bir adam da Məhəmməd Rza Şahın İranda nüfuzunun olmadığı qənaətinə gəldi və bunu açıqcasına ifadə etdi və yer gəlmişkən deyim ki, Pəhləvilər yəni dini etiqad baxımından o qədər də dinə bağlı deyildilər və siz bilirsiniz ki, xüsusilə Məhəmməd Rza Şah devrində faktiki olaraq İranda Qərb mədəniyyətinə müəyyən qədər qapılar açılmışdı. İran yaxın şərqdə Birləşmiş Ştatların böyük dayağı idi və 1953-cü ilin avqustunda, Mordad ayında Müşəddiq hökuməti devrildikdən sonra, yəni Şah qaçmışdı ölkədən. Yer gəlmişkən Şah
Məhəmməd Rza Şah birinci dəfə avqustun 16-sında ölkədən qaçmışdı 53-cü ildə. Və əvvəl gəlmişdi Bağdada, oradan da getmişdi deməli Romaya. Bu onun birinci qaçışı idi və onu öz ölkəsinə qaytaran Amerikanlar oldu və Şah Tehrana qayıdandan sonra etiket xatirinə deməli öz ordusuna, öz xalqına, bir də Mərkəzi Kəşfiyyat İdarəsinə təşəkkür etdi ki, onun taxtın, tacın qoruduğuna görə və 53-cü ildən başlayaraq ta 79-cu ilə qədər İran Amerikanın bilavasitə nəzarətində oldu, təsirində oldu və bu uzun sürən bir devr idi və bu siyasi baxımdan, hərbi baxımdan, diplomatik baxımdan bu asılılıq güclü olduğu üçün müəyyən dərəcədə qərb mədəniyyəti də İrana gəlmişdi və əslində dini klerikal dairələrin, İslam üləmalarının Məhəmməd Rza Şahdan narazılığının bir tərəfində həmin o hiss ediləcək qədər qərb deməli mədəniyyətinin filmlərinin İrana ayaq açması ilə bağlı idi. Ona görə də mən sadəcə olaraq bir şey deyə bilərəm ki, hər necə olursa olsun, əgər hansısa bir dəyişiklik olacaqsa, İran əvvəlki qaydada idarə oluna bilməz. Və müəyyən bir mərhələ üçün, ola bilsin ki, keçid mərhələsi üçün, müəyyən bir devirdə, deməli, müəyyən koalisiyalarda köhnə idarəçiliyin bəzi elementləri saxlanıla bilər, amma bu müvəqqəti xarakter daşıya bilər. Məsələn, tutalım, deyək ki, əgər söhbət deməli, bütövlükdə rejimin dəyişməsindən gedirsə, hal-hazırda İranın daxilində olan İslam keşişçiləri zor gücünə və yaxud da ki, böyük maliyyə imkanlarına görə ən imkanlılar hesab edilir. Amma o zəmində dəyişiklik olsa belə, bu xalqı razı salacaqmı? İran problemlərini həll edə biləcəkmi? İndiki sosial-iqtisadi vəziyyətdən çıxmaq mümkün olacaqmı? Çətin. Və yer gəlmişkən deyim, əvvəlki sözümüzə əlavə olaraq onu da əlavə etməliyəm ki, ötən böhran günlərində Azərbaycan türklərinin məsələyə bir qədər ehtiyatla yanaşması həm də hakimiyyətdə türklərin olması ilə bağlı. İran tarixində birinci dəfə olaraq türk dilində danışan bir şəxs gəlib ölkənin prezidenti olub. Hətta dini rəhbər belə şəhid ailələrinə gedəndə şəhid ailəsindən soruşurdu ki, uşaq türkcə danışa bilir. Yəni, bu özü insanların şuurunda müəyyən bir düşüncə üçün əsaslar olur və Məsud Pezeşkiyan gələndən bəri istər Azərbaycandakı görüşlərində olsun, istərsə də Tehrandakı görüşlərində olsun, görürsən bir misal çəkəndə də türk misallarını çəkir və türk dilində bunu əhatə edir. Bilirsən, asılı xalqların deyək, ən həssas yeri dil məsələsidir. Bəli. Və bu dil məsələsi iş elə gətirib ki, Azərbaycanın quzeyində də, güneyində də milli ideyaya doğru gedən yol milli dildən keçib. Məsələn, 21 Azər
Azərə hazırlıq devrində və yaxud da ki 21 Azər günlərində orada bir Vətən yolunda qəzeti çıxırdı. Bu ordu qəzeti idi, amma türk dilində çıxırdı, ərəb əlifbası ilə çıxırdı. Hətta qəzet oxuya bilməyən yerli adamlar da bunu alırdılar. O səbəbə ki, o türk dilində idi. Və bir oxuyan adam tapanda onu verirdilər ki, onun üçün oxusun. Orada nə yazılmasının onun üçün heç o qədər də fərqi yox idi. O öz kəlmələrin o qəzetin səhifələrindən oxuyurdu. Məsələn, həmin devirdə o qəzetdə Aynur xanım daha yaxşı bilər, Süleyman Rüstəm adlı bir Sovet Azərbaycanından gedən şair işləyirdi və orada o Dilimə Dəymə adlı bir şeir yazmışdı. Siz təsəvvür eləyirsinizmi? O şeirə Güney Azərbaycanda onlarla nəzirələr yazılmışdı. Çünki bu insanların həssas yerinə toxunmuşdu. Dil məsələsinə toxunmuşdu. Dil millətin varlığıdır. Milli kimliyidir. Yəni o milləti millət eləyən bir neçə ünsur var ki, onlardan birincisi dildir və indiki hadisələrdə də, məsələn, tutalım deyək ki, Pezeşkiyan yox, bir başqası prezident olsaydı, bəlkə Təbrizdə hadisələr də bir ayrı cür cərəyan edəcəkdi. Bəli, Pezeşkiyanın seçilməyi mən də sizinlə razıyam hocam. Xeyli ölkənin içindəki gərginliyi aldı. Yəni sakitləşdirdi sanki biraz insanların. Biraz da sanki sizə elə gəlmir ki, oradakı İrandakı o türk hakimiyyətini xalqın yadına saldı. Biraz o özünə əminlik yaratdı insanlarda ki, hə mən də bu qədər, çünki öncədən bilirsiniz, devlət qəzetlərində də türklərə qarşı ciddi bir alçaldılma vardı. Hamam böcəyinə bənzədirdilər, nə bilim çox üzr istəyirəm bir heyvana bənzədirdilər. Yəni ondan sonra elə bir əminlik gəldi, insanlara bir öz saygı gəldi. Belə bir reaksiya gördüm mən oradakı insanlarda. Mən ondan qabaq qeyd eləməliyəm ki, Məsud Pezeşkiyanın fərqi yalnız dil və milli kəmlik məsələsində deyil. İlk dəfədir ki, İslam inqilabından sonra seçilən bir prezident bütün ölkənin, bütün millətin, xalqın problemlərini dilə gətirir, etiraf eləyir və bu birinci dəfə idi ki, İranı idarə eləyən adam millətin qarşısında, publikanın qarşısında dedi ki, biz günahı özümüzdə axtarmalıyıq. Bəli, ədalət sözü. O ənənə ki var idi ki, hər şeyin səbəbkarı xaricdən gəlir, xarici təsir nəticəsində olur. Yəni, avtoritar rejimlər biraz buna öyrəncəlidirlər. Avtoritar rejimlər öz səhvlərini görmək istəmirlər və onlar elə bilirlər ki, həmişə düz iş deyirlər. Və əgər kimlərsə narazıdırlarsa, bunlar xaricin oyununu oynayırlar. Və Pezeşkiyan ilk dəfə publika qarşısında bu şeyləri dedi və əməkdaşlıq təklifi ilə çıxış elədi. Ona görə də hazırki mərhələdə onun yeritdiyi siyasət deməli, yalnız Güney türklərinin deyil, əslində bütün İran xalqlarının maraqlarına uyğundur və bu günləri İran hakimiyyətində bir islahatçılıq ab-havası hiss olunur ki, onun başında Pezeşkiyandır. Bir də ki, belə deyək də, mühafizəkar dini klerikal dairələr var ki, onlar heç bir dəyişikliyə getmək istəmirlər və köhnə rejimi olduğu kimi saxlamağa səfərbər ediblər. Onların gücü böyükdür, Pezeşkiyanın nüfuzu böyükdür. Ona görə onların gücündən bir qədər Pezeşkiyana keçmiş olsa, ola bilsin ki, Pezeşkiyan bəzi islahatlar yolu ilə cəmiyyətdə müəyyən bir
deyək, barış mı deyək, yeniləşmə mi deyək, böhrandan çıxmaq istiqamətində addımlar deyək, bu şeyləri edər və insanlar anlayar ki, bu günləri dünənkindən daha yaxşı yaşayır. Və bir də bilirsən, embargo istər-istəməz ölkəni tükədir. Düzdür Və hocam. bu İranın nicatı dünyaya inteqrasiya olmaqdadır. İranın çox böyük təbii ehtiyatları var. Deyək ki, tarixən elə sahələr var ki, dünya ticarətində İran həmin sahələrdə öndə olubdur və bu İranın elə 30-cu, 40-cı, 50-ci, 60-cı illərdə də iş elə gətiribdir ki, İranın gəlirinin böyük bir hissəsi neft üzərində qurulubdur. Əslində bu bütün neft ölkələrində belədir. İndi İsveçli zadı çıxmaq şərti ilə, məsələn, bizim Azərbaycanda aşağı-yuxarı büdcə daxil olmalarının böyük bir hissəsi, hətta mən deyərdim ki, 90%-ə qədəri neftin üzərindədir. Məsələn, təsəvvür edin ki, ölkəyə büdcə daxil olmalarının 92%-i Bakının payına düşür. Qalan %8-i Bakıdan kənar bütün Azərbaycanın. Bu nəyin hesabınadır? Bu neft sənayesinin Bakıda yerləşməsi ilə bağlıdır və neftdən büdcəyə müxtəlif formada gəlirlər daxil olur. Söhbət yalnız neftin çıxarılmasından və satılmasından getmir. Bunun emalından gedir, bunun daşınmasından gedir, nə bilim, neftdən alınan mazutdan gedir, kimya məhsullarından gedir və nəticə etibarilə neftin xüsusi çəkisi büdcə daxil olmalarında böyükdür. İranda da belədir və bundan da betərdir, belə deyək də. Və nəticə etibarilə neftə də embargo qoyulanda bu da gətirib böhrana çıxardır və indi iş elə gətirib ki, məsələn, İranın əsas müttəfiqlərindən biri olan Rusiyanın başı özünə qarışıbdır. Ukrayna müharibəsi gedir və ölkənin siyasəti də, ordusu da, nə bilim, diplomatiyası da bunun üzərində qurulubdur. İkinci bir tərəfdən Rusiya elə də etibarlı müttəfiq deyil və biz bunu məsələn tutalım deyək ki 90-cı illərin əvvəllərində Serbiyaya münasibətdə də görmüşük. Biz bunu İraka münasibətdə də görmüşük. Biz bunu son olaraq Suriya münasibətdə də gördük ki, bu rejimlər özlərini saxlamaqdan ötürü Rusiyaya söykənmişdilər. Və nəticə etibarilə hamısı faciə ilə nəticələndi. Və mənə belə gəlir ki, İran ona təklif olunan müxtəlif beynəlxalq şərtlərlə razılaşmalıdır və dünyaya çıxış əldə etməlidir. Dünyaya çıxış əldə etməsə problemin həlli. Özellikle son zamanlarda deyirlər, Türkiye'nin vasitəçiliyi ilə İranın masaya oturabilməsi söz konusudur kimi bir xəbərləri izləyirəm. Sizin bununla bağlı görüşünüzü bilmək istəyərdim, yəni dinləmək istəyərdim. Yəni Türkiye'nin vasitəçiliyi ilə İranın masaya oturması yəni mümkün müdür və ya da təzyiqlər necə İranı masaya oturtmağa vadar edə bilər? Və ya Türkiyə burada hansı rolu üzərinə ala bilər? Bilirsən, Türkiyə bu işi görə bilər. Yəni, biz nəzərə almalıyıq ki, Türkiyə NATO-nun üzvüdür. Türkiyə Qərbin müttəfiqidir. Hərçəndir ki, bu müttəfiqliyin özündə də son illər, son bir neçə il ərzində müəyyən deqradasiyalar gedibdir.
Amma hələ ki Türkiyə NATO-nun üzvüdür və Qərbin müttəfiqidir. Bu baxımdan Türkiyənin həm siyasi imkanları var, həm diplomatik imkanları var və eyni zamanda Türkiyə hələ ki Qərbin etimadı var. Amma Nəzrin xanım, məsələ ondan ibarətdir ki, İran masaya hansı təkliflərlə gələcək, hansı niyyətlə gələcək və əgər gəlib əvvəlki, deyək ki, iddiaların təkrar eləyəcəksə, o görüşün elə bir nəticəsi olmayacaq. Bilirsən, indiyə qədər istinad olunurdu ki, bu İran xalqının seçimidir, İran xalqı müdafiə eləyir, hakimiyyətin ətrafında birləşir və s. Son hadisələr bu tezisi də aradan apardı. Və məlum oldu ki, xalqla hakimiyyət arasında kifayət qədər dərin uçurum yaranıb. Və bu uçurumu aradan qaldırmaqdan ötürü hökumət bir şeylər eləməlidir. Müəyyən islahatlara getməlidir. Münaqişəli vəziyyətləri aradan qaldırmalıdır. Deyək ki, dünya ticarət coğrafiyası ilə əlaqələr qurmağın yolunu axtarmalıdır və təzədən, hələ ki doğrusu düzün deyim ki, İran prezidentinin açıqlamalarında bu niyyət müəyyən dərəcədə hiss olunursa, ali dini rəhbərin açıqlamalarında bu hiss olunmur və hələ ki söz sahibi ali dini rəhbərdir, prezident deyil. Ona görə də şübhəsiz ki, Türkiyə bir, belə deyək də, regionda sabitlik mövcud olmaqdan ötürü bu təkliflə çıxış edib, amma bu hansı nəticələr verəcək? Reallaşacaqmı, reallaşmayacaqmı? Biraz çətindir demək və burada biz bir məsələni də nəzərə almalıyıq. Bu, İran məsələsində əsas aktivlik eləyən İsraildir. Və Türkiyənin İsraillə münasibətlərinin elə də yaxşı olduğunu biz deyə bilmərik. Və deyək ki, bir tərəf kimi burada İsrailin etimadı olacaq, olmayacaq. Yəni, İsrail Birləşmiş Ştatlar üçün kifayət qədər önəmli müttəfiqlərdir və İsrailin bütün hallarda İsrailin deyək ki, fikri nəzərə alınacaq. Amma bu Türkiyə məsələsi olanda bu İsrail hansı mövqeyi tutacaq? Bunu demək biraz çətindir.